Həmçinin bax burada bir məsələ də var. Peyğəmbər sallallahu əleyhi və səlləmin yönəltdiyi o sədaqələr ki var, kasıbların dünya malı ilə sədaqə verə bilmədikləri üçün onları sədaqələrə yönəldir, düzdür? Və bunlar özləri də iki yerə ayrılır. Birincisi ibadətlərdən olan sədaqələrdir. Özü-özlüyündə bu sədaqələr nədir? İbadətdir. Məsələn, zikr eləmək kimi. Təsbih, təkbir, təhmid, təhlil, bunlar nədir? Zikirlərdir. Subhanallah, elhamdülillah, Allahu Ekber, la ilahe illallah. Bunlar zikirdir, ibadətdir. Amma eyni zamanda nədir? Sədəqədir. Və ikinci növ isə mübah işlərdəndir. Mübah olan işlərdən olan sədəqələrdir. Hansı ki, hətta insanın nəfsinə belə xidmət edir bəzi bu işlər. Necə ki, insanın öz iffətini qorumaqdan ötürü salih bir niyyətlə öz ailəsinə yaxınlıq etməsi kimi. Və bu, onun üçün nədir? Bir sədəqədir. Yəni, bunlar deməli nədir? Mübah, icazə olan işlərdir. Özü özlüyündə mübahdır. Özü özünə əslində buna əcir, savab yoxdur. Bunu əcirli, savablı əmələ çevirən nədir? İnsanın niyyəti. Ona görə də alimlər faydalar çıxardırlar ki, yəni əgər insan hər hansı bir mübah işi salih bir niyyətlə eləyərsə, o mübah iş əslində belə deyək ki, heç bir günah və savab olmayan işdir. Mübah yəni o deməkdir ki, heç bir günah və heç bir savab yoxdur. Amma insan salih niyyəti ilə niyyətini dəyişərək o mübah işləri əcirli işlərə, savablı işlərə, ibadətə çevirə bilir. Bax, burada Peyğəmbər sallallahu əleyhi və səlləm yaxınlığı deyir. Və eləcə də, məsəl üçün, gecə yuxusu, eləcə də yemək, içmək. Bunlar hamısı nədir? Mübah işlərdir, amma insan bunu ibadətə çevirə bilər. Necə? Məsələn, insan gecə vaxtında yatır ki, mən qoy sübh namazına deyək ki, vaxtında qalxa bilim. Və yaxud da ki, ondan da əvvəl qoy gecə namazına qalxıb qıla bilim deyə. Vaxtında yatır. Bu zaman onun mübah olan yuxusu ibadətə çevrilir və ona əcr qazandırır. Və həmçinin yemək içmə, halal yemək içməklər özü özlüyündə mübahdır. İnsan yeyir, içir, öz istəyinə uyğun ləzzət alır, düzdür, doyur. Amma əgər bu etdiyi əməli, bu yeməsini, içməsini, qoy mən yeyim, içim, bədənimin qüvvəti, taqəti olsun ki, mən ibadətləri, ailəmin üzərimdə olduğu olan haqlarını, Rəbbimin mənim üzərimdə olan haqlarını, digər insanların mənim üzərimdə olan haqlarını yaxşı bir şəkildə, düzgün bir şəkildə yerinə yetirə bilim deyə, əgər bu yeyib içərsə, bu yeyib içərkən bunu niyyət eləyərsə, artıq bu zaman onun mübah olan yeməsi, içməsi əcirli bir, savablı bir əmələ çevrilir.